Əvvəllər qızıl almaq çətin idi. İndi isə bu alıcılar üçün fürsətə çevrilib. Çünki qızıl bazarında yeni qiymət dalğası müşahidə olunur. Bəs bu dəyişiklik bazara necə təsir edir? Hal-hazırda dünya bazarında qiymətlərin enməsi müşahidə olunur. Həmçində ölkəmizdə də, bizdə də qızılın qiymətində enmə müşahidə olunur. Belə deyək, 15 gün, 20 gün, bir ay bundan öncə 585 əyarın 1 qramı 215-220 manata satılırdısa, hal-hazırda 190-200 manat arasında qiymətlər dəyişir. Son günlərdə qiymət çox aşağı düşübdür. Yəni Umsiyada 25 dollar demək olar ki, qramında 25 dollar fərq eləyibdir. Hal-hazırda satışa çox böyük təsir eləyib. Həm zinət əşyası, həm də sərmayə kimi üstün tutulan qızılın qiymətindəki dəyişiklik alıcı sayını çoxaldıbmı? Əslində düşməsi yaxşıdır, amma çox da alıcılara təsir eləmir. 1-2 həftə bundan qabaq çox baxaydı, hədsiz baxaydı. İndi biraz ucuzdur, adamın imkan verir ki, əldə eləyə bilək. Yəni alaq, taxaq, əsasən hədiyyəli alırıq. Son zamanlar Yaxın Şərqdə baş verən gərginlik bazardakı qiymətlərə də təsir göstərir. Neftin qiyməti artır, qızılın dəyəri isə aşağı düşür. Bu isə özlüyündə ölkə iqtisadiyyatına təsirsiz ötüşmür. Azərbaycan kimi neft ixrac edən ölkələr üçün bu mənzərənin həm üstün, həm də mənfi tərəfləri var. Müsbət tərəf ondan ibarətdir ki, neftin bahalaşması ixrac gəlirlərinin, valyuta daxil olmalarının və büdcə imkanlarının artmasına səbəb olur. Mənfi tərəfi isə ondan ibarətdir ki, qlobal inflyasiya təzyiqləri gücləndikcə ixal malları bahalaşır, daxili bazarlarda qiymət artımı sürətlənir və qeyri-neft sektorunda da əlavə xərc yükünün yaranmasına səbəb olur. Ekspertlər deyirlər ki, qiymət dəyişikliyinin nə vaxta qədər davam edəcəyi hazırda cəryan edən proseslərdən asılı olacaq. Lalə Allahverdiyeva, Farid Şıxalizadə, Ayşən Cümşudova, ASTV Xəbər.